Cənab Prezident, biz bugün Buzovna qəsəbəsi sakinlərinin kanalizasiya və su təchizatı problemləri ilə bağlı olan müraciətini rəsmi şəkildə sizə göndərdik. İmzalar toplayarkən insanların üzündə, gözündə böyük ümid gördük. Onlar çox böyük inamla imza toplamaqda iştirak edirlər. Çünki illərlə toplanıb qalmış qurun sularının yaratdığı problem sadəcə mövsümi və yağış problemi deyil. Bu artıq fəlakətə çevrilmiş infrastruktur problemidir. Onlar ümid edirlər ki, bu problemin həlli ilə bağlı sizdən göstəriş gələcək, aidiyyatı qurumlar böyük layihələşdirilmiş bir işlə canla başla iş görəcəklər və insanlar artıq evlərinin içində suda deyil, normal şəraitdə, təhlükəsiz şəraitdə yaşayacaqlar.